Çəkim. Hər kəsə salam, hər vaxtınız xeyir olsun qızlar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün anamdan dəfələrlə soruşmağıma rəğmən hələ də yadımda saxlaya bilmədiyim 2013-cü ildən bu yana həm hazırlıq yoldaşım, həm otaq yoldaşım, həm də yaxın rəfiqim olan Məlahətgilə qonaq getmişdik. İstədim ki, uşaqlar üçün bir anı olsun. Uşaqlar da bir-birini tanısın. Tanış olun, gördüyünüz bu şirin bala Alixan bəydir, Məlahətin oğlu. Öz oyuncaqlarını Elçin Ömər Enislə paylaşdığın üçün sənə təşəkkür edirəm şirin bala. Videonun başlanğıcı qohumluq dedim. Yəni düşünməyin ki, necə qohumdur ki, tanımır. Nəsə ana tərəfdən qohumdur belə bilirəm. Sadəcə hər dəfə yadımda saxlaya bilmirəm. Ata tərəfdən nə əmim var, nə bibim var. Ona görə ata tərəfdən elə çox qohum tanımıram. Ana tərəfdən isə yaxın olduqlarımız dayılarımdır. Deyirlər ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Mən belə düşünmürəm. Qohumun da yaxşısı olmalıdır, qonşunun da yaxşısı olmalıdır. Allah hər birinizi yaxşı insanlarla qarşılaşdırsın. Şərh bölməsində qeyd edeyim. Bəs siz necə düşünürsünüz? Sizlərdə qohumluq əlaqələri necədir? Keçirdiyimiz bu gün haqqında təəssüratlarımı sizlərə bölüşmək istəyirəm. Həqiqətən qəribədir. Özün bir vaxtlar uşaq olursan və üstündən illər keçir, sonra uşaqların bir araya gəlir. Və beləcə dərk edirsən ki, artıq o uşaqlıq illəri geridə qaldı. Əgər bu videonu izləyənlər arasında uşaqları varsa, buradan onlara səslənirəm. Uşaqlığınızın qədrini bilin, sevdiklərinizin qədrini bilin. Hər kiçik bir şey özünüzə problem eləməyin. Sizləri çox yormadan bir balaca da video haqqında danışıb sizlərlə sağollaşıram. Uşaqlar oyunlar oynadılar, yemək yedilər, rəqs etdilər, yenidən oyunlar oynadılar. Vaxtı belə dəyərləndirdikdən sonra biz qərara gəldik ki, artıq evə getmək vaxtı gəlib çatıb. Buradan bizi dəvət etdiyi üçün Məlahətə xüsusi təşəkkürümü bildirirəm. Əziz izləyicilər, hələ də videonu izləməyə davam edirsinizsə, sizlərdən kiçik bir ricam var. Kanala abunə olmağı, videonu bəyənməyi, şərh bölməsinə şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.